Salam hamınızı xoş gördük, değerli əziz YouTube kanalımızın Sultanov ailəsi. Bu günlər sizlərə çox gözəl, mükəmməl, gözəl bir həyətdə 2 dənə ev. Qiyməti 80 min Azərbaycan manatına. Siz birini alarsınız 80 minə, biz ikisini satırıq sizə 80 minə. Gəlir biri düşür neçəyə? 40 minə. Dostlar, bir həyətdə 2 dənə ev, elə bir birini alırsan 40 minə. Dostlar, o pişi satılır. Gözəllik salonu var, obyekti. İstəyən olsa produktovunda işləyə bilər, məhləkçi. Asfalt yoldan evin arası 15 metr. 15 metrə bax, oradan bura 15 metr. Artıq addımlasan, gələrsən, evin qiymətini öldürərik, problem deyil. Onsuz real alıcıya endirimimiz də var. Da artıq nə olsun? Dostlar, daxil olacağım evin həyətinə, evin içinə. Bura kişi, düz, neçə ildir ağsaqqal tikmisən buranı? 27 ildir bu ev tikilibdi. 27 il bundan əvvəl bu evə qoyulan xərc 70 min manat olubdu. İndi fərz elə ki, bugünkü günü buranı durub tikmək istəsən sən, mümkün deyil. Bir daha hələ hesablasan səhbəs edir. Havayı verir evə. Dostlar, evimizi, bax, birinci mərtəbə, gördüyünüz kimi həyətidir. Həyətinə maşın girir. Sərgəli rahat, özdə qapı da uklonlu qoyulubdur. Arxa tərəfdə də həyəti var, evin ön tərəfində də. Daxil olacaq, birinci istəyirəm sağ tərəfdəki evdən, sonra sol tərəfdəki. Evin birinci mərtəbələrinin hamısı təmirdir. İkinci mərtəbələrdə isə kosmetik işləri qalır dostlar. Qoşa daşdır. Riger dəmirlərlə, baxın üst hissələrə, pəncərələrin üstünü yəqin ki görürsünüzsə bilərsiniz nədən. Dostlar, mükəmməl evdir da. Dövlət şirin suyu var. Qazı var, işığı var, kommunallar hamısı ayrı-ayrılıqda necə lazımdır, katvalojla. Gəlin bura. Evimizin keçirəm birinci mərtəbə. Gəlin bura. Qəşəng, sərgəli, bura birinci mərtəbəsi. Mətbəx mebeli yığılıb dostlar, gördüyünüz kimi membrandandır. Evidə sonra burada sanitar qovşağı olmalıdır, səhv etmirəmsə. Bəli, bura sanitar qovşağıdır. Gördüyünüz kimi, dəyərli izləyicilər. Sonra bu birisi tərəfdə isə, gəlin bura. Bu birisi tərəfdə isə belə bir obyekt. İndi fakt, bu adam gözəllik salonu kimi istifadə edib buranı, gördüyünüz kimi. Yəni, bütün nə lazımdırsa, hər bir şey var. Qapını da açırsan, bəyaqları gördüyünüz küçüyə çıxır. İkinci mərtəbəsinə çıxış o biri tərəfdəndir dostlar. İstəyən olsa ikinci mərtəbəndə katpalojuna remont edə bilər. Bu bir dənə evimiz. Gəlin bura. Bu ilə də yekunlaşmırıq. İkinci evimiz daha böyükdür. Gəlin bura. Ya Allah'ın alı. İkinci mərtəbənin çıxış yeri. Dostlar, baxın. İstəyən olsa daşdan belə hördürər, ikinci mərtəbənin çıxış yerini düzəldər. Gəlin bura birinci mərtəbə giriş hissəsinə girək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Namaz vaxtında dostlar, daxil olduq inşallah evə. Ev sahibi də namaz qılandır. Allah'ın salamı olsun inşallah hər kəsə. Dostlar, evimizin birinci mərtəbə gördüyünüz kimi üst abşıqqa, lüstrları, qəşəng çılçıraqlı zaddır, qəşəng evdir. Kombi xətləri də çəkilib. Baxa bilərsiniz. Keçək evimizin yataq otağına. Gəlin bura. Evimizin geniş yataq otağı. Gördüyünüz kimi səliqəli, qəşəng, belə bir yataq otağıdır. Sonra keçək o birisi otağımıza. Çölə çıxaq hələ çölü göstərim. Elhamdülillah, ev sahibi namaz qılandı. Maşallah. Baxın, buradan arxa tərəfə çıxış var. O yüzden açım buranı. Buradan belə bir arxa tərəfə çıxış var. Gördüyünüz kimi, orada da sanitar qovşağı var. Orada bir dənə əlavə mətbəx var. Yerin altında əlavə su quyusu var. 6 tondur, neçə tondur. Buradan o böyük çıxış dedim, ha, 2 dənə qapısı var. Buradan o çıxışı var. Ya evi bölüb kiraya da vermək olar da. Neçə dənə yerə kiraya da bölüb vermək olar. Həmən orada
İndi ailə uşaq var deyə bu otağa girmirəm. Bax, orada otaq görürsünüz. Ha, nə boydadır? Burada da bir dənə eləcənə otaqdır. Dostlar, əgər belə bir almaq fikri və niyyəti olan insan varsa, əlaqə nömrələrimiz səhifədə var. Qiymət 80 min. Buyursunlar, əlaqə saxlasınlar. Allah alana da, satana da xeyir versin.